Salam hər kəsə. Mən 118 nömrəli məktəbin tarix müəllimi Təbriz Əşrəfli. İndi ikinci qrup üzrə bu gün keçirilən 2025-ci il 25 may tarixində keçirilən blok imtahanının ikinci qrupdan sualların cavabını deyəcəm və izah videosu da gün ərzində edəcəm. 61-ci sualda cavabımız B variantı, 62 C variantı, 63 1 2 3 1 2 3 olan hardadır? E variantı. 64. Eldəniz hökmdarı Qızıl Arslanın fəaliyyəti üçün xarakterik deyil. Paytaxtın köçürülməsi bu Cahan Pəhləvan eləmişdi. 65. Nadir Şah Əfşarla Qubalı Fətəli xana aid ortaq xüsusiyyətləri müəyyən eləyin. Rusiya dövləti ilə bu suala baxmamışdım. Bir dəqiqə. Nadir Şah Əfşarla Qubalı Fətəli xana aid ortaq xüsusiyyətlər. Rusiya dövləti ilə danışıqların aparılması, vergi sahəsində islahat keçirmələri, Azərbaycan adlı vahid xeyir, Osmanlı dövləti ilə sülh xeyir. Cavabımız 1-2. C variantı. 66. Albaniya 6-cı əsrin ikinci yarısı tarixi üçün xarakterik idi. Mehranlar surəsi nümayəndələri tərəfindən idarə edilməsi, başlanması xeyir. Yerli hökmdarlar ola bilməz. Yəni burada mərzbanlıq dövrüdür. Sasanilərin şimal canişinliyi, bəli. Müsəlman olmayanlardan cizyə vergisinin alınması. Müsəlman söhbətdə bilirik ki, ərəblərin dövründədir. Burada olacaq cavabımız yalnız 3. Növbəti 67-ci suala baxırıq. 67. B variantı. 68 D variantı. 69 Osmanlı Sultan 1. Süleymanın hakimiyyət dövrü üçün səciyyəvi idi. 69 da daha rahat bir sualımızdır. A variantı. 70 D variantı. Burada çaşmayın. İmperator olmaq cəhdində əslində belə məntiqlə düzgün fikirləşə bilərsiniz. Amma o dövrdə imperatorluq yox idi axı Romada, padşahlıq dövrü idi. 71-ci sualımız A variantı. 72 72-ci sualda 2-ci Ramzesin hakimiyyət dövrü Finikiya Misirin tam hakimiyyəti altına düşür. Bəli, Kadeş müqaviləsinin şərtinə görə. 73-cü sual deməli A variantı yalnız 1. 74 74-də də mən A variantını qeyd etmişəm. 1-ə D, 2-yə B, 3-ə C. Növbəti 75-ci sualımıza baxırıq. 1-ci Dünya müharibəsi illərində Cənubi Azərbaycanda ADP təşkil edildi. 75-ə E yazırıq. 76 Azərbaycan SSR deməli 1950 yeni konstitusiya, daha sonra 1960-da milli qərargah və icbari 10 illik. Deməli 2-yə A, B, 1-ə də A variantı. Bu hardadır? C variantı. 77. Burada söhbət gedir. Hansı rayondur? Bu hissəmiz bizim deməli Füzuli, Xocavənd. Burada söhbət Xocavənddən gedir. Deməli cavabımız isə bizim rayon mərkəzi azad edilmişdi. Yox, antiterror, Alban memarlıq. Deməli 3-4 B variantı. 78. Ərəb xilafəti ilə Səlcuqların oxşarlığını soruşur. Cavabımız 1-4. 79. Deməli 79-a A variantı. Çünki sosial-iqtisadi deyil, diqqətlə baxanda bilinir, qalan heç nəyə çox fikirləşməyə ehtiyac yoxdur. Yəni sualı asan həll etmək olur. 80-ci sualda Şadarlar dövlətini soruşur və bizdən nə istəyir? İstəyir ki, Oğuz türklərlə birgə Bizansa qarşı mübarizə aparılması. Bəli, bu suala da biz dünənlərim canlı yayımda izahını vermişdim. 77-ci sualı da dünən demişdim. 2 hissəsin. Daha sonra əvvəl izah etdiklərimdən də düşdü. 1-ci Dünya müharibəsi ilə Cənubi Azərbaycanda dünən oxşar xüsusiyyətləri bunu da vermişdim. Əvvəl bir də arxiyə baxım. Görək hansılar idi. Heç bayaq fikrimdən çıxdı. 2-ci Ramzes Misirdə hakimiyyət elindən danışmışdım. 67-ci sual. 67-ni dedim, hə. 67-ni də dünənlərim danışmışdıq 100 illik müharibədən. Yəni dünənki canlı yayıma baxıb imtahana gedənlər uddular. Tam şəkildə fikirləşərəm. Növbəti suallardan da düşənlər olubdu, deyəcəm. 81-ci sual. 1950-ci illər Almaniyadan soruşur bizdən. Bura biz yazacağıq. İqtisadi yüksəlişin baş verməsi. 82-ci sual. Qaraqoyunlu və Teymuri dövləti. Bunu da mən dünən canlı yayında baxanlar bilir, izahını vermişdik. Bu tipdə oxşar sualın. 82-ci sualımızın cavabı bizim E variantıdır. 83. Azərbaycan Xalq Cümhuriyyətinin Tiflis və Bakı dövrlərinə aid ümumi cəhətləri müəyyən eləyin.
Deməli 83-ə də bizim cavabımız odur ki, 1, 4, 5. 84. 1-ci Aleksandr və 1-ci Nikolayın fəaliyyətinə aid ümumi cəhət 84-də də cavab Fransız hərbi qüvvələri. Bəli, Qacarlarla bəli. 1, 2. Sonra videoların izahını verəcəm və sizə də onu deyim ki, inşallah ki, düzləriniz çoxdur. Yəni, nəticə sizə qane eləmirsə, heç üzülməyin. Növbəti şansınız var qarşınızda. Daha ciddi, daha məsuliyyətli hazırlaşa bilərsiniz. Və mən də may ayının 26-sından səhərdən canlı, yəni onlayn dərslərə başlayıram. Sürət qrupuna 1 ay davam eləyəcək. Növbəti imtahana qədər bütün mövzular orada tam şəkildə olacaq. Dərslər gündə həftədə yəni 6 gün və 4 gün olmaqla 2 qrup şəklində keçirəcəm və sayda məhduddur. Öncədən deyim. Qoşulmaq istəyənlər də 055 488 78 89 nömrəsi ilə əlaqə saxlaya bilər. 85-ci sualı deyirik vaxt itirmədən. Burada xronologiyadır. 3, 1, 4, 2 yazanlar düz yazıb. 86-cı sual. 2, 3 yazanlar düz yazıb. Növbəti 87-ci sual Məhəmməd Xudabəndə ilə Şah 1-ci Abbas soruşur. Paytaxt dəyişməsi Şah 1-ci Abbasa aiddir. Çıldır döyüşü Xudabəndə. Əhalinin aşağı təbəqələrindən ibarət tüfəngçilər qoşun növünün yaradılması. Bu aiddir Şah Abbasa. Krım xanının yürüşünə məruz qalması aiddir Xudabəndiyə. Portuqaliyalıların Hind okeanına çıxışını bağlaması. Portuqallardan alması desəydi yazardıq Şah 1-ci Abbası. Amma Portuqalların ələ keçirtməsi bu Şah İsmailə aiddir. Növbəti sual cavab vərəqinizə yazın deyir nəyi? Hüseyn xanın birləşdirmə siyasətindən danışır. Burada Hüseyn xan hansı cənub xanlıqlarına yürüş eləmişdi? Deməli, elə görən kimi bizim yadımıza düşür ki, Ərdəbil və Meşkin onun yürüşündən. Ərdəbil və Meşkin, Ərdəbil də haradır? 1-dir xəritədə yeri. Adı da ki, Ərdəbildir. Yəni, hər hansı birinin yazana da 0.5 bal veriləcək. Şamaxını Dağıstan hücumundan müdafiə etmək üçün Şamax xanlığı ilə əldə etdiyi razılaşmanın. Bu, rahat bir sualdır. Əslində nə ola bilər? Şamax xanlığı Fətəli xana xərac verir. Onun ordusuna, yəni o döyüşlərə gedəndə onun ordusunda iştirak eləyir. Şərtlər buydu. 90-cı sualda Azərbaycanın cənub torpaqlarına yürüşdən geri çəkilməsinin 2 səbəbini yazın. Ən vacib səbəb Rusiyanın etirazı. Növbəti isə, yəni xanlığın belə deyək, yəni məsafə ilə bağlı yazarıq. Xanlığın digər xanlıqlar tərəfindən hücum təhlükəsi yazarıq. Digər xanlıqların da etirazı yazarıq. Belə, ikinci qrup haqqında sualların cavablarını dedim. İndi üçüncü qruplar haqqında da sual videosu gələcək. Və bu videonun da gün ərzində tam şəkildə izahını edəcəm sizin üçün.